olmur paylaşım eləməyə. Nə qədər videolarımız inarsızlıq qılıb qalıb heç paylaşım eləməliyik. Xan, çox sağ ol, təşəkkür edirəm hədiyyələrə görə. Şəxsi suallar çox verməyim uşaqlar. Oradan söhbət eləyək. Həyatın gedişatından söhbət eləyək. Təbiətin gözəlliyindən söhbət eləyək. Öz maşınınızdır. Təbii ki də bəli. Salam, salam. Nə gözəl yerlərdən salamlayırlar. Gözəl insan, təşəkkür edirəm. Türkandan salamlar. Göz qamaşdırırsınız. Thank you. Çox sağ olun. Toydan gəlirik, bəli. Günləri toydaydıq, şeydə bir saatdıq. Nədir onun adı? Imperial'da toydaydı oradan. Sonra oradan çıxdıq, getdik bir dənə məclis var idi, kabinet məclisi idi ad günü. Ümumiyyətlə biz kabinet məclislərində çəkiliş eləmirik. Çünki kabinet məclisləri şəxsi olur, ona görə heç. Kabinet məclislərində də biz çox gedirik də, hədsiz çox gedirik. Eləsi var, icazə verir, məsəl üçün deyirik ki, çəkiliş, deyəcək. Eləsi də var ki, icazə vermir. Ümumiyyətlə heç özümüz axır vaxtlarda heç kabinet məclislərində ümumiyyətlə çəkiliş eləmirik. Ancaq toylardan eləyirik, şou proqramlardan eləyirik. Belə gedirik, tez-tez Hollywood'a gedirik, Monte Napoleon'a gedirik. Demiyorlar gələ hər gün oradayıq. Sadəcə çəkiliş qoymurlar da, kabinet ad günləri olur deyə. Çəkiliş eləmirik. Onlar özəl məclis sayılır da, ona görə. Ancaq belə saçma şovlardır, toylardandır, Niguli açılışlardandır eləyir. Məsəl keçən səfər şeydəydik də, keçən səfər deyənlər 2-3 gün Hollywood'da, sonra orada çəkiliş eləməyə qoymadılar. Sonra Monte'də getdi, orada da qoymadılar. Amma o Hollywood'a getdi ya, məclisdə qoymadı ya, çəkiliş eləmədi. Sonra gördük ki, oradan özləri paylaşıblar, amma bizi qoymurlar. Mən də gördüm. Bizi qoymurlar. Gördüm. O rozva giyinmişdim, amma Hollywood'a getmişdi. Bəlkə də dinə ışığı yanıq qaldı, gəlir. Nə? Daldıydı ki, kişi yoxa çıxdı. Az qayıtdı peşman. Maşın ləpşə elədi onu. Ay, estağfurullah. Hə, yəni onu deyirəm axı. Özləri qoymayıb da baxıram Hollywood'da kabinetdə hamı çəkib paylaşıb. Deyirəm bizi qoymurlar, özləri amma paylaşıblar. Biz Serovla kabinetdən də çəkiliş eləyəndə cəmaatı salmırıq, paylaşmırıq. Naxçıvana salam olsun. Baxıram ki, özləri paylaşıb. Saçım tün qaradır da, tün qara. Tün sini qara. Yox, sini yox. Sini o göyə çalan qara deyil, tün qaradır bu. Da adi qara kraska da, adi bildiğimiz qara kraska. Sadə qara, tün qara, adi. Parıldayır, ona görə deyirsiniz. Maskalar eləyirəm axı. Qaynaq saçımı töküb deyə maskalar eləyirəm. Ekranları bəyənin, 2100 nəfərimiz var. Hələ də 100.000 kanı keçə bilməmişik, təəssüflər. Hədiyyə göndərənlər çox sağ olun, təşəkkür edirəm. Thank you, thank you, thank you. Uşaqlar, işıq gözümə düşür, belə olsa nətərdir. Işıq mənim çox gözümə düşür, olar bunu bağlayayım. Gözlərim ağrıdıyım. Gözlərim ağrıdıyım. Uşaqlar.
Maşın sönülü olanda yandırmıram da ışığı, akkumulyatora ziyandır. Elə. Çox qaranlıqdır. Bir 15 dəqiqədə qalıb çıxırım. Onsuz da uca düşürük, onsuz da bağlayacağım canını. 2200 nəfərimiz var. Maalesef heç kim ekranımızı bəyənmir. İşığını zəif qoyumdu onda bunu. İnanın ki gözüm ağrıdı. Gözümə çox başım ağrıdı. Bu ışıq gözümə necə düşdüsə inanın ki başım ağrıdı. Üzüldü də ona görə. Hə, ona görə bağladım. Çox pis başım ağrıdı. Belə necədir? 2000 nəfər, bir dənə 100.000 qaliyək. Bax sizdə patalk istəmirəm, hədiyyə istəmirəm. Ekranı bəyənək də, başqa heç nə istəmirəm. Salam. Çini çaydan. Toydan gəlirik. Bir gün İmperial'da toydaydık. Bir tane de məclis vardı. Ad günü məclisi oradaydık. Yine gəlmişik şu Bakıya. Sabah saat 5-dən başlayır məclislər. Sabah 5'ten başlayır. Sabah məclislər 5'ten başlayır. Gürcüstana yox, Qazaxıstana toyumuz var. Ama Gürcüstanlıların toyudur. Kazakistan'da da ama Gürcülerdi, Gürcüstanlılardı yani. Kazakistanlılar değil. Ama Kazakistan'da olacaktı, Gürcülerdi. Ay 24'ünde, April 24'ü Kazakistan'daydı inşallah. Böyle. Gürcüstana hələ ki səfərimiz yoxdur, yox. Yoruluruq da. Səhər çıxandan axşama kimi. Ora qaç, bura qaç. Çətindir bizim işimiz, ağırdır. Uşaqlar bizim vaxtımızı canını bağlayıram, düşürük. Gedirik oxumağa. Oradan canını açacaqlar da, baxarsınız. Hələlik yuxunuz şirin olsun, gecəniz xeyrə qalsın. İnşallah 3 gün, 4 gün ərzində yeni klipimiz yayımda olacaq. Artıq işləmlər bitib. Hələlik.